Değerli dostlar, bugün 15 dekabr 2025. il. Bugünləri kendimizin şəhidi Murad Rüstəmoğlu Əsadovunla cənnətdə olan ad günüdür, doğum günüdür. Və bugün ilə bu küçədən başlayırıq. Kəhrizli kənd bələdiyyəsinin sədri Səfərov Bəhrəm Novruzoğlu. Dünən şəxsən buranı başlamaq istəyirdik. Məsləhət oldu ki, bugün şəhidin ad günüdür. Məhz bugünə, elə şəhidimizin ad gününə hədiyyə olsun deyə bugündən başlayaq, bugünə başaldıq. Bəhrəm müəllim, çox sağ ol. Var ol. Murad Əsadova. Bəli, baxma. Bugün ad günüdür, həmin günə saldıq ki, biz qeydə alaq, yəni bugünkü gün yadda qalan bir gündür. Yadda qalan bir gün olsun. Bəli, dünənlər biz elə otluq söhbət elədik, dedik elə səhərə təyin eləyək ki, şəhidin ad günü münasibəti ilə bu küçələri gözəl bir şəkildə abadlaşdıraq, düzəldək. Hə, bu kəndin icra nümayəndəsinin müavini Əliyev Cəsarət maşallah oğlu da gəlib bu işdə kömək olur, nəzarət eləyir. Biraz öncə qeyd etdim ki, bugün şəhid Əsadov Muradın ad gününə, bax şəhid ailələri də gəlib. Mənim Əhməd Ələmi dünən bura düzəlməli idi. Məsləhət oldu ki, bələdiyyə sədri ilə Muradın ad gününə hədiyyə olunsun. Bu yolları düzəltmək. Salam, salam. Nətərsən? Ana, nətərsən? Nə var, nə yox? Dünən, bax bu bələdiyyə sədri ilə mēs qərar verdik ki, Muradın ad gününə hədiyyə eləyək. Allah köməyiniz olsun. Allah qardaşımın da canı sağ eləsin. Allah ciblərin həmişə dolu eləsin. Büdcələrin bol eləsin. Xalqımız üçün, devlətimiz üçün, millətimiz üçün bu görülən yoldur. Ondan sonra sudur. Bunlar işıqdır. Bunlar hamısı xalqın yaşayış üçündür. Bu xalq üçündür. Bunu da hangi birimiz varsa, bir-birimizə o şəraiti yaradırıqsa, bu olursa, demək bu bizim başucalığımızdır. Allah devlətimizi qorusun. Sağ ol. Erşad da şəhid Əliyev qardaşın qardaşıdır. Allah köməyiniz olsun. Mən də göz aydınlığı verirəm bu kəndə. Çox gözəl işdir. Gözəl işdir. Yol çəkmədi, ondan sonra su çəkmədi, körpü salmadı. Bu hamısı bu kənd üçün, bu millət üçün dəyərli bir şey. Bizim bu günləri Muradın ad gününə hədiyyəmiz olsun ki, Bəhrəm müəllimlə bu günü nəzərdə tutmuşduq ki, məhz bugün başlayaq. Allah sənin də köməyin olsun, ixtiyar qardaş. Sən həmişə şəhid ailələrin yanında olmusan, olursan. Allah balalarını gözünə çıraq eləsin. Bizi yaradan Allah heç vaxt heç birimizə piskin göstərməsin. Sağ ol, sağ ol. Bəli, artıq küçənin yarıya kimi gəlmişik. Yox, inşallah, inşallah heç bir yanlıq olmaz. Allahın köməklə əvvəlcə yeri əkdirir, sonra şeybir töküləcək bura. İnşallah. Sən yadındadır, yadında deyil. Bəli. Bura mən bir dəfə küçəni təmiz başqa Bəli. şəhidin adınadır bu. Bəli. İnşallah Olunmuş. indi lap belə əsaslı şəkildə oldu. Yer əkilməyə, eləməyə gözəl bir şəkildə. Hə, küçə artıq başa çatdı. İndi buradan qaydırıq ağzı geri.
Belə bir gözəl şəkildə Kəhrəli kənd bələdiyyəsinin sədrinin təşkilatçılığı ilə, rəhbərliyi ilə kəndin aralıqları gözəl şəkildə düzəldirir. Allah kömək olsun. Çox sağ olsun, var olsun. Allah büdcələrinə, qazançlarına bərəkət versin. Texnikanın arxasınca bələdiyyə sədri özü şəxsən nəzarət edir. Müəllim çox sağ ol, Allah köməyin olsun. Əla. O atalarda belə bir məsəl var, deyir görülən işdən gül isi gələr, gül ətri gələr, bəli. Artıq bu küçə yekunlaşdı. Demək olar ki, axırıncı gedişi də bu. Bu küçə yekunlaşdır. Allah köməyiniz olsun. Kəndin icra nümayəndəsi Əliyev Elnur müəllim də gəldi, çıxdı. Allah kömək olsun. Çox gözəl işlər gedir. Göz qabağındadır. Yollar həmişə xeyirliyə işlənsin, maşınlar xeyirliyə geçsin. Belə yolumuzda gözləməliyik. Sağ ol. Vətəndaş bu yolu gözləməli. Elnur müəllim, 2 gün bundan öncə bu olacaqdı, bu yolun düzəlməyi. Bəhram müəllimlə məsləhət elədik ki, bugün Muradın ad günüdür, şəhidimizin. Elə onun ad gününə həsr eləyək bugünkü Allah günü. şəhidlərimizə də rəhmət eləsin, yerləri cənnət olsun. Sağ ol, var ol. Çox gözəl gün. Dedi elə əlamətlər bir gün olsun ki, Muradın ad günündə bu yollar düzəlir. Sağ ol Bəhram müəllim, Allah köməyiniz olsun. İndi artıq bu küçə yekunlaşır. Allah sizin də köməyiniz olsun ki, belə görülən işləri işıqlandırırsınız. Ki borcumuzdur. İndi artıq o bir küçəyə keçəcəyik inşallah, bu küçə yekunlaşır. Artıq növbəti aralığa başladıq. Allah köməyiniz olsun.